Azərbaycanın aqrar inkişaf strategiyasında tədarik və təchizat zənciri mühüm yer tutur. Bu proseslərdə dövlət qurumlarının təşəbbüsləri, fermerlərə göstərilən dəstək mexanizmləri və yerli istehsalatın artırılması mühüm yer tutur. Caspian Agro sərgisi isə bu hədəflərə gedən yolun nümayişidir. Caspian Agro sərgisi Cənubi Qafqazın ən böyük kənd təsərrüfatı sərgisidir və təbii ki, Kənd Təsərrüfatı Nazirliyi və onun tabeçi qurumları sərgidə ən aktiv iştirak edən stendlərdən birini təşkil edirlər. Bəs Kənd Təsərrüfatı Nazirliyi ümumi olaraq fəaliyyətində fermerlərin öz fəaliyyətlərini daha da genişləndirmələri üçün hansı addımlar atılır? Bu barədə suallarımızı Aqrar Tədarik və Təchizat Açıq Səhmdar Cəmiyyətinin Biznesin İnkişafı Departamentinin müdiri Vaqif Manafla cavablandıracaq. Vaqif müəllim, salamlayıram sizi. Salamlayıram efendim. Vaqif müəllim, gəlin ümumi olaraq ilk dəfə bu il sərgidə debütünü həyata keçirdən Aqrar Tədarik və Təchizat Açıq Səhmdar Cəmiyyətinin stendindən danışaq. Nələri nümayiş elətdirirsiniz? Bu il sərgidə ziyarətçilər nə gördülər stendinizdə? Aqrar tədarik və təchizat olaraq biz Caspian Agro sərgisində ilk dəfədir ki, müstəqil stendlə çıxış edirik. Biz stendimizdə əsasən təmsil etdiyimiz layihələrin və bu günə kimi dəstək olduğumuz fermerlərin bir sıra məhsullarını nümayiş etdirdik. Məhsullar təbii, yerli, orqanik məhsullar olduğu üçün çox böyük mərağa səbəb olur. Bu da bizi çox sevindirir təbii ki. Aqrar Tədarik və Təchizat Açıq Səhmdar Cəmiyyəti sosial layihələri ilə məşğul olsa da, təbii ki, cəmiyyətin fəaliyyət istiqamətləri fərqlidir. Onlardan biri də Tədarik Az portalıdır. Ümumiyyətlə, necə düşünürsünüz, məlumat verək biz izləyən izləyicilərimizə də Tədarik Az portalının fəaliyyət istiqaməti nədir? Fermerlərimizə hansı məsələlərdə dəstək olur? Təbii ki, qeyd etdiyiniz kimi, qurumumuzun əsas istiqamətlərindən biri də elektron portaldır. Bu, hansı ki, Tədarik Az elektron portalıdır və bu portal üzərində fermerlərimiz və istehsalçılarımız dövlət təşkilatlarının tələblərinə uyğun olan ərzaq məhsullarının təminatını həyata keçirirlər. Dövlət təşkilatları öz tələblərini yerləşdirirlər portalda. Qeyd edim ki, bu tələblər artıq 1 iyun tarixindən fəaliyyətə başlayacaq. 1 iyundan 31 iyuna qədər dövlət təşkilatları öz tələblərini portala yerləşdirəcək və avqust ayından başlayaraq fermerlər və yerli istehsalçılar öz təkliflərini həmin tələblərə uyğun portalda qeyd edilə biləcəklər. Aqrar tədarik təchizat olaraq portalda əsas rolumuz keyfiyyətə nəzarət, proseslərin nəzarət və şəffaflığın tam qorunmasıdır. Aydındır. Vaqif müəllim, gəlin sonuncu sualımı da verim sizə. Beynəlxalq əməkdaşlıqlarla bağlı sual vermək istəyirəm. Bu il sərgidə 8 ölkənin milli pavilyonu, onlarla xarici şirkətlər iştirak edirlər və öz məhsullarını nümayiş etdirirlər. Bizim şüarımız bildiyiniz kimi ATT olaraq, Aqrar Tədarik və Təchizat olaraq hər zaman fermerlərimizin yanındayıq. Bunu da davam etdirmək üçün biz xarici ölkə pavilyonlarında görüşlər keçirdik, fikir mübadilələri və təcrübə bölüşümləri yaşadıq onlarla. Biz həm onların təcrübələrini öyrənməyə çalışdıq, həm də öz təcrübələrimizi onlarla bölüşməyə çalışdıq. Buradakı əsas məqsədimiz xarici ölkələrdə uğurla həyata keçirilmiş praktikaların öz fermerlərimizlə bölüşülməsini təmin etmək və fermerlərimiz üçün istehsal etdikləri məhsullar üçün alternativ satışqanlarının artırılması və beləliklə biz fermerlərin yerli istehsal məhsullarının xarici ölkələrə çıxışını dəstəkləmiş olacağıq. Qlobal mübadilə Caspian Agro sərgisinin əsas üstünlüklərindən biridir. Bu prosesdə yerli istehsalçılar beynəlxalq tərəfdaşlarla yaxından əlaqədə olurlar. Onlardan biri də elə bugünkü qonağımızdır. Mars Agroplant şirkətinin sahibi Hamza Yıldırımla söhbətimizə davam edəcəyik. Hamza bəy, xoş gəlmişsiniz deyirəm, xoş gördük Azərbaycanda sizi. Hamza bəy, Caspian Agro sərgisi Azərbaycanın ən mühüm kənd təsərrüfatı sərgisidir və öyrənmək istəyirəm, bir xarici investor kimi, burada şirkət sahibi kimi Caspian Agro sərgisini necə dəyərləndirirsiniz? Ümumiyyətlə, Azərbaycanın kənd təsərrüfatı potensialını hansı şəkildə görürsünüz? Biz şirketimizi Azerbaycan'da kuralı 8 yıl oldu. 8 yıldır bu güzel ülkede faaliyetteyiz. Şirketimiz tarım üzerine, fidancılık üzerine kurulu bir şirkettir. Ve bu Caspian Agro sergisinde bu sene sanırsam 5. yılımız.
5 yıldır sergide yaptığımız işleri değerli üreticilere, değerli fermerlere anlatmaya çalışıyoruz. Bu sene de burada gayet güzel bir şekilde yaptığımız, geliştirdiğimiz, ülkeye kattığımız değerleri anlatma fırsatı bulduk. Biz şirket olarak ne yapıyoruz burada? Tinkler üretiyoruz. Bu tinklerimizi nerede üretiyoruz? Şamalı kentinde üretiyoruz. Şamalı kentinde Tarım Bakanlığı'yla birge faaliyet içerisindeyiz. Buradaki sağladığımız katma değer, kıymet nedir? Azerbaycan'da daha önce hiç olmayan ıslahçı firmalar, yani ıslahçı firmalar Azerbaycan'a getirmek oldu. Buradaki amacımız dünyada yetişen yenilik ne varsa, çeşit varsa bunu Azerbaycan'da üretmek, buradaki üreticilere bunu kazandırmak ve ihraç potansiyelini burada artırmak. Amacımız bu. Çox gözəl. Hamza bəy, bəs belə bir sual yaranır məndə. İnvestorsuz, siz bir iş adamısınız və kənd təsərrüfatla məşğulsunuz. Ümumiyyətlə Azərbaycan torpaqlarını sizin üçün dəyərli qılan, sizin üçün fərqli eləyən hansı nüans oldu ki, siz məhz qərarı verdiniz ki, bura yatırım eləyəcəksiniz? Azerbaycan Türk vatandaşı olarak Türkiye topraklarının 8'de 1 büyüklüğüne sahip bir alanda. Fakat topraklar o kadar zengin ve verimli ki bahçe kurulumuna çok uygun. İklim de öyle, yani 5-6 saat yolculuk içerisinde çok farklı iklimlere ulaşılabiliyor. Yani gidiyorsunuz, güneyde çay olan bölge var, narenci olan bölge var. Kuzeye çıkıyorsunuz, elma bahçeleri var. Yine güney kısmında erkenci çeşitleri yetiştirebiliyorsunuz. Limon, portakal olan yerler var. Yani çok çeşitli iklimi var. Bu da neyi artırıyor? Tarımdaki potansiyelini artırıyor. Meyvedeki tür ve çeşitliliği artırıyor. Pazarda söz sahibi olduğunuz ürün miktarını artırıyor. Ve toprakların bölüm ve ölçü büyük olması da yatırımcılara bir olanak sağlıyor. Hello. Hello, Welcome to Azerbaijan. Thank and you nice very to meet much. you. nice to meet you. Mr. George, what do you think about Azerbaijani agriculture? Yeah, Azerbaijan for us is very important country. First of all, we are friends, Yeah. and for us it's very important that every year we participate Caspian Agro. That's for us it's important to come here to speak with our friends, to develop our relationship. Every year more and more Georgian companies come to our exhibition. We have several issues and several directions regarding the agriculture relationship. This year we bring 7 companies here. It's honey producer, wine producer, juice producers, and we think that the potential between our countries is much bigger than we have now. And we want to keep this level of our relationship between our countries and develop. So this exhibition gives us opportunity to increase this level of relationship, and we hope that Georgian companies which come here to Azerbaijan in this fair will find quality partners here, and we will increase our export in Azerbaijan. Thank you so much. Thank you. Hello, Mr. Mohammed. You're welcome Azerbaijan. Thank you. And I want to know, how do you think about Azerbaijan agriculture, Azerbaijani food generally? Usually we look at Azerbaijan, it is a big market. For us, we expected high potential for our cooperation with Azerbaijani company. They are so famous in Russia. They are big trading, and we see a good potential to start cooperation with your country. We have met a good partner. We met them there. We make a good deal. My company, El Hiba company, we are growers from Egypt. We are specialists in citrus. We own around 3,000 acres. Our total production 65,000 tons per year. We have Azerbaijani demanded marketing. They need good quality. We know we have a good experience with them. Okay, we expected to start.
Plus, for fresh citrus, we also expected to do a good business with frozen fruits and vegetables. Okay. And Mr. Mohammed, I want to know what do you think about Azerbaijani and Egypt agricultural relationships? What do you think? I think we can cooperate. We have to increase visiting between two countries to discuss what is the good projects we can deal together. I believe we can do some things, a lot of business between us. Yeah, thank you so much. You are Good welcome. luck too. Thank you. Fermerlərin alternativ satış kanalları ilə təmin olunması aqrar tədarik və təchizat üçün ən prioritet məsələlərdən biridir. Bəs bu yolda hansı addımlar atılır? Bu addımlar fermerlərimizi nə dərəcədə qane edir? Suallarımızı Səbuhi bəy ilə cavablandırmağa çalışacağıq. Səbuhi bəy, siz Kənddən Şəhərə yarmarkasının ən aktiv iştirakçılarından birisiniz və öyrənmək istəyirdim, bu yarmarkanın sizə hansı üstünlükləri oldu? Aqrar tədarik və təchizat açıq səhmdar cəmiyyətinin bizə çox böyük faydaları dəyir. 10 ildən artıqdır ki, biz yarmarkalara qoşuluruq və həmin yarmarkalarda il ərzində 500 kiloqrama qədər məhsulumuzu satırıq. Təkcə məhsul satmaqdan başqa da, deməli, il ərzində 500 kiloqram biz həmin yarmarkadan bal satırıq və yarmarkadan qayıtdıqdan sonra 1 tona qədər də məhsulumuzu həmin yarmarkada qazandığımız müştərilərə satırıq. O baxımdan, yəni bu əməkdaşlıq biz fermerlərə çox böyük, belə deyək, töhfələr verir, şanslar yaradır və qapılar açır. Əslində Kənddən Şəhərə bizim sadəcə həyata keçirdiyimiz sosial layihələrimizdən biridir. Ümumiyyətlə ATT ilə əlaqələr, ATT ilə bərabər əməkdaşlıq sizə bir fermer olaraq başqa hansı layihələrimizdə özünü göstərir və nələrdən istifadə etmisiniz, nələrdən yararlanmısınız? Biz Aqrar Tədarik və Təchizat Açıq Səhmdar Cəmiyyətinin şəhərdən kəndə layihəsinə qoşulmuşuq. Bundan başqa aqroturizm layihəsinə qoşulmuşuq və bu aqroturizm layihəsi çərçivəsində də bizə bizim təsərrüfatımızda müəyyən işlər görülmüş və daha çox turistlərin gəlişi üçün, turistləri maraqlandıran bizə avadanlıqlar və tikintilər, belə deyək, köməklik göstərilib, olunub və bu da bizim təsərrüfatımızın daha genişlənməsinə, daha çox gəlir əldə edilməsinə səbəb olmuşdur. Ümumiyyətlə, dünyada belə bir təcrübə var, apiterapiya təcrübəsi var. Terapiyanın növlərindən biri də api-air, yəni arı havası ilə müalicə. Yəni arı havası ilə müalicə otağı bizim üçün yaradılıb. Həmin otaqda arılar quraq qoyulub, həmin arı havası ilə insanlar müəyyən müddətdə bu havanla nəfəs alır və ciyərlərin, nəfəsin, stresin, belə deyək, ciyərlərin rahat olmasına, nəfəs yollarının açılmasına və stresin azalmasına səbəb olur. Bu arı evlərindən birini də biz arı ailəsinin birini də nümunə kimi gətirmişik bura və təqdim edirik ki, insanlar həm balı, həm arını yaxından görsünlər. Və biz öz, belə deyək, sərgi iştirakçılarını, bizi dinləyənləri Qəbələ rayonunda fəaliyyət göstərən Tofiqoğlu Arıçılıq Təsərrüfatımıza dəvət edirik ki, daha yaxından bizi tanısınlar və görsünlər. Caspian Agro sərgisi bir daha sübut etdi ki, kənd təsərrüfatında uğur təkcə texnologiya deyil, eyni zamanda əməkdaşlıq və dayanıqlı yanaşmadır. Artıq milli brendə çevrilmiş Caspian Agro sərgisi 18-ci dəfə təşkil olunur və Cənubi Qafqazın ən böyük kənd təsərrüfatı sərgisidir. Bu sərgi həm də özünün beynəlxalq sərgilər təqvimində layiqli yerini tutmaqla, etibarlılığı ilə ad qazanıb. Biz isə Aqrar Tədarik və Təchizat Açıq Səhmdar Cəmiyyəti olaraq bu yolun bir nümayəndəsi olmaqdan qürur duyuruq.